Salam əziz dostlar, mən nisbə əvəzliyin ardını sizlərə təqdim edirəm. Deməli, biz qalmışdıq the same as, yoxsa the same that düsturunda. Bu struktura fikir verək. That same 3.z nə zaman olur? Eyni obyektin özü olduqda. Yəni, this is the same pen that I lost. İtirdiyim qələmin eyni ilə özüdür. Deməli, bir qələm tapdınız, bu sizin itirdiyiniz həmən öz qələmdir. O həmən qələmin özü olduğuna görə bu zaman biz burada the same 3.z strukturunu işlədəcəyik. Gəlin indi the same 3.s nə zaman olur? Bu struktur oxşar ifadələrdə, yəni eyni növdən olan ifadələri göstərən zaman istifadə olunur. I have the same pen as you. Məndə də səninkindən var. Yəni, sənin qələmin necədirsə, eyni ilə həmən qələmdən məndə də var. Amma bu səninki deyil. Z və yaxud öncə də dedim sizə bundan öncəki videoda Z ilə viçin fərqini bir daha sizin xülasə kimi xatırlatma edeyim. Bu ən çox imtahan suallarının biri olduğuna görə üzərində bir daha dayanıram. Restrictive clause'larda məhdudlaşdırıcı funksiyasında işləmə yerlərinə baxaq. Z daha çox üstünlük təşkil edir. The car that is parked outside is mine. Deməli, bütün maşınlarda məhz hansı maşının deməli sizinki olduğunu vurğulayır. Non-restrictive clause'larda bu zaman virgülə ayrılır. Dedik ki, virgül varsa zəti işlətmirik. Bu zaman which-dən nisbə əvəzliyindən istifadə edirik. My car, virgül, which is 10 years old, still runs well. Burada which is 10 years old sadəcə əlavə bir məlumatdır. Deməli, virgül varsa zəti qoymayacağıq. Bu zaman which-dən istifadə edirik. Nümunəyə baxarsınız. Sifətin üstünlük dərəcəsində dedik ki, which yox, zət işlənir. Sonra sıra sayları olduqda every, all, only, very, any, everything, something, anything ifadələrdə all, that, the only, that, the very ifadələrdə zətdən istifadə edilir. İnsan və əşya bildirdikdə yenə də zət, görürsünüz, the people and the cars. İnsan bildirdikdə yenə də zətdən istifadə edirik. Daha sonra hansı hallarda which işlənməsi tövsiyə olunur? Virgüldən sonra, daha sonra bütün cümləyə aid olduqda he passed the exam which surprised everyone. Göründüyü kimi which burada bütöv bir cümləni özündən əvvəlki cümləyə istinad edir. Və işlənmə yerini dedik ki, məkan bildirir. This is the town, the city deyərsiksə, bu zaman və-dən istifadə edilir və nisbə əvəzliyi varsa cümlənin sonunda sözün olmaz. Sözün əvvəldə də, sonda da olanda bu zaman which-dən istifadə edilir. Çünki in which və yaxud da which in də ola bilər, və-yə bərabərdir. When nə zaman olur? When'in işlənmə yerinə baxaq. When zaman bildirdikdə işlənə bilir. Bunu öncə də qeyd etmişdik və bir də zaman deməli tense formu keçəndə, zaman formalarına keçəndə biz when haqqında geniş məlumat vermişdik. Burada xatırlatma edirəm. When və present perfect, indiki bitmiş zaman. Qeyd etdiyimiz kimi zaman budaq cümlələrində when-dən dərhal sonra present perfect, yəni have, has, verb 3 işlənməz. Bunun təkcə bir istisnası var ki, since when olduqda bundan istifadə edə bilər. Yəni, present perfect since when olduğu zaman yalnız olar. Buna fikir veririk. Yanlış ifadə when-dən dərhal sonra when tərəfdə indiki bitmiş zamanı qoymuruq. Siz when etdikdə olur. Buna aid misala baxırıq. Və burada çox bir incə miqlər üçün deməli, maraqlı olan bir yer var. Nadir hallarda buna testlərdə rast gəlirik. Bəzən qrammatika kitablarına when-dən sonra present perfectdə rast gələ bilərsiniz. Amma bu yalnız bir hərəkətin gələcəkdə tamamilə bitəcəyini xüsusi vurulamaq üçün istifadə olunur. Yəni, hər hansı bir hadisə gələcəkdə bitəcək, bunu vurulamaq üçün nadir hallarda deməli when deməli, gələcək zamanı indiki bitmiş zamanla bağlaya bilir. Bax, bu qeydi özünüzə edin. Testlərdə standart qaydalarda dediyimiz kimi when-li cümlədə present perfect olmur. Yalnız since when-li
cümlə olarsa o zaman ola bilər. When-də adətən past perfekt olur, past perfektlə pastın uzlaşması olur, pastla pastı, pastla past perfektdir və eyni zamanda zaman budaq cümlələrində eyni zamanda isim budaq noun clause'larda, budaq cümlələrində bir fərqli nüansı vardır. Əgər when cümlədə varsa, nə vaxt sualına cavab verirsə, yəni zaman bağlayıcısı deməli olduqda biz dedik ki, present perfect çox nadir hallarda işlənir, istisnasını izah elədik, amma tamamlıq budaq cümləsində isə istənilən zaman ola bilər. Yəni when-dən sonra həm present perfect ola bilər, həm gələcək də zaman ola bilər. Bu adətən direct, indirect speechlərdə də belə olur, tamamlıq budaq cümlələrdə istənilən zaman olur. Misal, I don't know, mən bilmirəm. Mən nəyi bilmirəm? When he will arrive. Onun nə zaman gələcəyini göründüyü kimi tamamlıq budaq cümləsidir. Növbəti cümləyə də baxa bilərsiniz. Deməli, when zaman budaq cümləsi rolundadırsa, when-dən dərhal sonra gələcək zamanlar we shall, would gəlməz. Bu abituriyent vaxtından bildiyimiz bir deməli qaydadır. Deməli, when bağlayıcı tərəfdə gələcək zaman olmaz, sadə indiki zaman, amma deməli main clause-da isə gələcək zamanı işlədə bilirik. Paralel davam edən hərəkətləri göstərdikdə when keçmişi, keçmiş davam edici ilə bir yerdə deməli işlənə bilirlər, bağlaya bilir. Yəni when I was studying, the lights went out. Dərs oxuyarkən işıqlar söndü. Gördüyün kimi paralel davam edən hərəkətləri göstərir. Gəlin bir xülasə edək. Testdə qarşınıza when çıxanda ilk növbədə onun nə vaxt noun clause yoxsa anda, əndə zaman budaq cümləsi mənasında işləndiyinə baxırsa, zaman budaq cümləsində dərhal will, have, has, verb 3 variantlarını əminliklə çıxa bilərsiniz. Əgər tamamlıq budaq cümləsidirsə, bu zaman istənilən zaman ola bilər. Why? Why nə zaman işlənir? Bildiyimiz kimi bu səbəb bildirir. Why-in istisnasına baxaq. İmtahan müəlliflərinin ən sevdiyi yer bax bu why məsələsidir. Çünki sual sözləri içərisində yalnız why sözündən sonra heç vaxt to infinitivi gəlməz. Where də gələ bilər. Ancaq why-da gəlmir. Bu istisnanı yadınızda saxlayın. Yəni I don't know why to go deyə bilmərik. Düzgün versiya belə olmalıdır. I don't know why I should go there. Burada deməli malı məlikim, niyə getməli olduğumu bilmirəm. Deməli why-dan sonra heç vaxt tolu məstər işlənə bilməz nisbə əvəzlik kimi. Why özündən sonra qısaltma to feili qəbul etmir. Mütləq tam bir cümlə, yəni subject verb gəlməlidir. Why not bu qəlibi yəqin ki rast gəlmisiniz. Təklif bildirən bu strukturda why notdan sonra to olmadan birbaşa feilin ilkin forması, yəni BR infinitiv gəlir. Bu da incə yerdir, buna da fikir verin. Adətən müdavimlərə belə test tapşırıqları, sualları salırlar. Deməli, why-dan sonra to hissəciyi işlənməz. Why notlu ifadələrdə notdan sonra to olmadan birbaşa BR infinitiv gəlir. Yəni, heç bir köməkçi feil yox, birbaşa BR infinitiv. Nümunə. Why wait until tomorrow? Niyə sabaha qədər gözləyək ki? Elə bir ki, biri digərinə təklif edir. Nəyə görə gözləməliyik bu mənada? Why not join us for dinner? Niyə şam yeməyində bizə qoşulmayasınız? Deməli, diqqət yetiririk ki, why notun işlənmə yerinə, why-in digərlərindən fərqinə, nisbə əvəzlik kimi. Deməli, əziz dostlar, reason görəndə də why seçəcək. Çünki reason səbəb bildirir, səbəb nə üçün bu işi görürsən? Deməli, why-in yerinə for which ifadəsini də işlədə bilərik. Daha sonra, əziz dostlar, prepositions whom və yaxud da ki which. Bu da advanced suallar tipinə aiddir. Bu şəkildə sualları tez-tez salırlar. Rəsmi üslubda the company for which I work, for which işlənə bilər. The woman to whom adətən bu strukturdan geniş istifadə edilir rəsmi üslubda. Danışıqda isə sadəcə which for ifadəsindən the company which I work for. Yəni sözünü which-dən əvvəl deyil, sonra gəlir. Who-dan əvvəl to whom ifadəsi əvəzinə onun yerinə who to ifadəsindən istifadə edilir. Relative pronomlar nə zaman cümlədə atıla bilər, buraxıla bilər? Əgər
obyektdirsə, the book zət yazıla da bilər, yazılmaya da bilər. The girl whom yazıla da bilər, yazılmaya da bilər. Əgər mübtədadırsa, the man lives here deyə də bilərik, the man who lives here. Deməli, atıla da bilər, qala da bilər. Zətin işlənməsi bunun məhdudlaşdırıcı kimi cümlədə daha çox işlənir və bir çox hallarda who which-i əvəz edir. Buna aid nümunələri gördünüz. Sifətin üstünlük dərəcəsi sıra saylarında only, everything, nothingli, only, very ifadələrdə, the only ifadələrdə istifadə edilir. Vergül varsa which qoyulur, zət qoyulmaz. Bütün cümləyə istinad edilirsə, yenə də which-i qoyuruq. Who insanlar üçün işlənir, adətən mübtəda gedir. Whom həm deməli, who mübtəda həm də tamamlıq gedə bilər. Əgər mübtəda xəbər gəlirsə ikinci cümlədə nisbi əvəzlik kimi. Whom isə xəbərin qarşısına gələ bilməz, çünki obyektdir, insanlar üçün tamamlıq deməli funksiyasında iştirak edir. Whose mənsubiyyət bildirir, which əşyaları, heyvanları bildirir. Vergüllü cümlələrdə işlənir. Where in which-ə bərabərdir. When, əgər zaman bildirən hər hansı bir söz varsa, when işlədirik və yaxud da on which işlədirik. Why for which-ə bərabərdir. Bu ifadə deməli, xüsusilə rəsmi yazıda çox istifadə edilir. Daha sonra ingilis dilində bir çox sual sözlərindən sonra dedik ki, birbaşa to feil forması işlənərək qısaldılmış tamamlıq budaq cümlələri non-clause'lar yaradır. Bunlar how'dur, what'dur, where'dir, when'dir, where'dir kimi sözlərdir. Bu qaydaya tam tabidirlər. I don't know how to solve this problem. Göründüyü kimi how'dan sonra to'lu məstərdir. Bu problemi necə həll edəcəyimi bilmirəm. She showed me what to do. Mənə nə edəcəyimi göstərdi. Tell me where to go. Dedik ki, amma why-dan sonra, əgər why olarsa, ondan sonra to'suz deməli, məstər gəlir. Buna da fikir verərək və bəzən should işlənir. Why not ifadəsində də be infinitiv gəlir. Bu qədər yoldaşlar video materialı rahat şəkildə dayandırıb bir də izləyə bilərsiniz. Nə kimi suallarınız olsa yönəldə bilərsiniz, şəxsiyə də yaza bilərsiniz. Kommentlərdə də öz fikrinizi bildirə bilərsiniz. Bu qədər. Mən bunu 2 hissədə yazdım. Ümidvaram ki, sizin üçün video material faydalı olacaq. Diqqətinizə görə sağ olun. Görüşənədək.